Salam hörmətli izləyicilər. Bu gün mən sizlərə çox maraqlı və maraqlı olduğu qədər də çətin bir elm olan fəlsəfə haqqında qısa məlumat verəcəyəm. Fəlsəfənin tarixi çox qədim zamanlara gedib çıxır. Fəlsəfə təbiətin və cəmiyyətin ən ümumi inkişaf və qanuna uyğunluqlarını öyrənən elmə deyilir. Təbiətin inkişaf qanunlarını öyrənən elmə dialektik materializm, cəmiyyətin inkişaf qanunlarını öyrənən elmə isə tarixi materializm deyilir. Fəlsəfənin 3 əsas qanunu var. İnkarı inkar qanunu, əksiliklərin vəhdəti və mübarizəsi qanunu, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu. İnkarı inkar qanununa sadə bir misal çəkin. Biz torpağa toxumu atırıq, o toxum zamanla cücərməyə başlar. Həmin cücərçi həmin toxumu inkar eləyir və həmin cücərçi də sonradan əmələ gələn budaq və digər orqanlar tərəfindən artıq inkar olunmağa başlar. Və buradan belə bir nəticəyə gəlir ki, burada inkar edən də zamanla özü inkar olunana çevrilir. Əksilərin vəhdəti və mübarizəsi qanununa gəldikdə isə müsbət və mənfi, gecə və gündüz və digər başqa bir misallar da çəkmək olar ki, bunlar da bir-biri ilə həm vəhdətdədir, həm də mübarizədədir. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə gəldikdə isə bu qanuna belə misal çəkmək olar ki, biz yenə də bir sadə bir misal çəkim. Kimyadan bilirik ki, suyun tərkibi, kimyəvi tərkibi H2O-dur. Biz ora deməli bir əlavə bir oksigen də əlavə etsək olur H2O2. Bu artıq tamamilə özünə məxsus keyfiyyətləri olan bir maye olur. Yəni hidrogen peroksidə çevrilir. Bax bu da deməli kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsinə bir misal olan qanun. Fəlsəfənin 6 əsas kateqoriyası var. Səbəb və nəticə, imkan və gerçəklik, təkcə xüsusi və ən ümumi, mahiyyət və hadisə, sonra deməli məzmun və forma, digəri isə məkan və zamandır. Bax belə, bu da fəlsəfə haqqında mənim sizə verdiyim bir məlumat idi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.